Bugün aprel döyüşlərinin şəhidi İnqilab Quliyevin anım günüdür. Gəncə xəbər az məlumat verir ki, İnqilab Çingizoğlu Quliyev 13 aprel 1983-cü ildə Tərtər rayonunda doğulub. 1989-cu ildə Kəlbəcər rayonunun İstisu qəsəbə tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin raket və artilleriya silahlarının istismarı və təmiri ixtisasına qəbul olunub. 2005-ci ildə təhsilini başa vuraraq Müdafiə Nazirliyinin En saylı hərbi hissəsində leytenant rütbəsi ilə xidmətə başlamış, 2 il sonra baş leytenant, 2011-ci ildə isə kapitan hərbi rütbəsi alıb. 2 aprel 2016-cı ildə Ermənistan-Azərbaycan təməz xəttində baş vermiş və tarixə 4 günlük müharibə kimi düşmüş aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. İnqilab Çingizoğlu Quliyev Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında 19 aprel 2016-cı il tarixli sərəncamı ilə igidliyə görə ölümündən sonra medalı ilə təltif edilib. Gəncə Şəhidlər Xiyabanında dəfn edilən qəhrəmanımız ailəli idi. 2 övladı yadigar qalıb.